indi bir nəfər cavan oğlan gəldi Həzrəti Peyğəmbər sallallahu yanına. Dedi, ey Allahın Peyğəmbəri, mən istəyirəm ki, gəlim döyüşəm, müharibədə sizlə birlikdə iştirak eləyəm və şəhid olum. Mən bunu istəyirəm. Amma mənim anam istəmir. Bir anam var, qoca anam var. O istəmir bunu. İstəyir ki, mən onun yanında qalam. Sən Allahın Peyğəmbərisən, sən nə məsləhət görürsən və sənin əmrin nədir? Onu de, mən ona uyğun əməl edeyim. Mən sevirəm müharibədə səninlə birlikdə iştirak eləməyi və şəhid olmağı, bunu istəyirəm, qəlbən istəyirəm. Amma anamı da qırmaq istəmirəm, anamın da qəlbini qırmaq, sındırmaq istəmirəm. Bilirsiniz, Peyğəmbər sallallahu nə buyurdu? Ona dedi ki, qayıt evə anavın yanına. Qayıt anavın yanına, anınla bir gecə ünsiyyətdə olmağı, bir gecə onunla oturmuşsan, həm söhbət olursan. Onun dərdini soruşursan, anacan, necəsən? Xəstəsən, sağlamsan, ürəyin nə istəyir? Ürəyimi boşalt mənə, dərdin nədir, sərin nədir? Narahatsanmı, narahat deyilsənmi? Bir gecə deyir, anınla ünsiyyət qurmağın, onun halın, əhvalını soruşmağın, Allah yolunda bir il gecə gündüz cihad eləməkdən əfsəldir, üstündür. Həzrəti Peyğəmbər sallallahu buyurdu. Qayıt, get. Səndən başqa onun himayətçisi yoxdur. Get onun yanına, onun xidmətində dayan. Peyğəmbər sallallahu həmən cavana belə dedi. Qaytardı, getdi həmin cavan.